Salam əziz 9-cu sinif şagirdləri. Bilirəm ki, sabah bir çoxunuzun imtahanıdır. Eləcə də növbəti həftə digər zona imtahanı olduğu üçün istədim belə bir qısaca video çəkim çox vaxtınızı almadan. Gənclər, sizə uğurlar diləyirəm. Ən əsas məsələ şans sizdən yana olsun. İnşallah bildiyiniz suallar düşsün və hər bir fənni rahat bir şəkildə yazasınız. Və istədim ki, qısaca bir qeydlərimi də deyim ki, nələrə diqqət yetirmək lazımdır. Ən əsas məsələ uşaqlar vaxt bölgüsünə diqqət yetirirsiniz. Həmişə dediyim söz. Yəni hər bir fənnə onsuz da siz sınaqlarda bilirsiniz nə qədər vaxt ayırırsınız. İmtahanda da bunu mütləq şəkildə nəzərə alırsınız. Hər bir fənni rahat bir şəkildə çatdırmağınız üçün strategik işləmək lazımdır. Yəni düzgün şəkildə hər fənni vaxtını ayırıb bölüşdürüb hər birini rahat çatdırırsan, kodlaşdırmanı da nəzərə almaq lazımdır. Mütləq kodlaşdırmada da maksimum diqqətli olmaq lazımdır. Sürüşdürməyə yol verməyin. Burada birincidə nə yazmısınızsa orada da 2 də onu yazın. 3-ə nə yazmısansa məsələn 3-ə də onu yazın. Yəni rəqəmlərin qarşısında doğru yazmağa fikir verin. Daha sonra digər bir məsələ isə bunu uzun videomda da qeyd eləmişdim. Yenə xatırlatmaq istəyirəm. Bu sizin ilk ciddi imtahanınız olduğu üçün ekstra bir həyəcan olmuş ola bilər, əlavə bir gərginliyiniz olmuş ola bilər və yaxud da mən heç nə bilmirəm, hər şeyi unutmuşam, imtahana nə yazacağam düşüncəsində ola bilərsiniz. Bunlar hamısı normal hisslərdir. O sadəcə sizə həyəcandan üstünüzə gəlir o hisslər. Bunları bir kənara qoyursunuz, dərin nəfəs alırsınız, yaxşıya fokuslanırsınız. Bu qədər indiyə qədər əmək çəkmisiniz, bu qədər çalışmısınız hər 3 fəndən. Mümkün deyil ki, sizin o qədər əməyiniz boşa getsin. Bu heç vaxt mümkün olmaz. Mütləq ki, orada hər bir yadınıza düşəcək, rahat bir şəkildə yazıb, inşallah xoş xəbərlərlə qayıdacaqsınız. Amma nə etmək lazımdır? Həyəcanınızı idarə etmək lazımdır. Yəni imkan verməyək ki, o həyəcan bizə bildiklərimizi unuttursun. Buna imkan vermirik. Əgər həyəcan olmağı normaldır, amma bunu idarə eləmək sizin əlinizdədir. Bir sözlə həyəcanınızı idarə eləyirik uşaqlar. Həyəcanlananda da, hər hansı bir sualda ilişəndə də, bu normaldır, ilişə də bilərsiniz. Qəti narahat olmağa ehtiyac yoxdur. Həyəcanlananda da 1 saniyəlik qələmi yerə qoyub, dərin bir nəfəs alıb və yenidən davam edirsiniz növbəti sualda. Ona da ulduz qoyursunuz, axırda yenidən o suala qayıdarsınız. Kodlaşdırmada açıq tipli suallarda maksimum diqqətli olun. Bəzən çox yüngüldür deyirik, çox rahat sualı deyirik, amma sualı diqqətsiz oxuyuruq. Məsələn, səndən həqiqidirsə digər mənada işlətməyini soruşur cümlədə və yaxud da bir də ən önəmli nüans nə deyəcəm? 9-ların ən çox elədiyi səhv nədir? Tutalım sözdə, mətndə bir söz verib, deyir ki, o sözü həqiqidirsə məcazda işlət. Uşaqlar leksik şəkildə artırır ya da onun leksik şəkilçisini silir. Uşaqlar o sözü, cümlədə o söz hansı nitq hissəsidirsə, o şəkildə cümlədə işlətməlisiniz. Yəni siz leksik şəkilçisini silib və yaxud da əlavə edə bilməzsiniz. Qrammatik şəkildə artıra bilərsiniz, yəni zaman şəkilçisi və s. dəyişə bilərsiniz. Orada heç bir problem yoxdur. Amma sözün nitq hissəsini nəzərə alın və o şəkildə cümlədə işlədin. Leksik şəkilçisini silib yeni bir şəkildə artırmayın. Leksik şəkildə artırmayın. Bu da öz yerində. Yenə deyirəm, ən önəmli taktikamız da budur ki, mətni maksimum diqqətlə oxuyuruq. Əgər mətni diqqətlə oxusaq, 10 sualımızın cavabı da hazırdır və sualları diqqətlə oxuyuruq. Birinci cavablara fokuslanmırıq, suallara fokuslanırıq. Sualı tam başa düşəndən sonra cavabı axtarmağa çalışırıq. Yəni bu şəkildə inşallah yaxşı olacaq. Qrammatikada da diqqətli olun maksimum. Çox rahat olacaq imtahan. Bundan əmin ola bilərsiniz. Hər birinizə bol-bol uğurlar arzu edirəm. Sona müəllimənizin duaları və xoş arzuları sizinlə olacaq. Siz də maksimum yenə deyirəm, diqqətli olsanız, həyəcanınızı idarə eləsəz, əmin olun ki, orada bilmədiyiniz heç nə yoxdur, keçmədiyiniz heç nə yoxdur. Və xoş xəbərlərinizi gəlib bu videonun altında rəylərdə yazacaqsınız. Əminəm buna. Uğurlar hər birinizə.